Salam uşaqlar, bugün keçirilmiş 4-cü qrup imtahanının sualların izahına baxaq. Deməli, qatı sulfatla X, Y, Z reaksiya daxil olur, alınır SO2. Silisyum qatı sulfatla reaksiya daxil olmaz. Qızıl qatı sulfatla reaksiya daxil olmaz. Kalsium, natrium qatı sulfatla reaksiya daxil olduqda H2 salınır, SO2 alınmaz. Qalır cavab B variantı. Gəlir 32-ci suala. Qarışıq aldehidin gümüş bir oksid amonyak məhlulu, yəni Tollens reaktivi ilə reaksiyasının oksidləşmə reaksiyası. Burada alınır qarışıqa turşusu HCOH üzərinə gəlsin 2 molekul gümüş çöküntüsü. Cavabım ya A ya B. Uşaqlar, aldehidlər hidrogenləşdikdə verəcək birli spirt. Karbonu bir dənə olan spirt də metil spirtidir. Sualın düzgün cavabı 32-də eləyəcək B variantı. Gələk 33-cü suala. Şüşələr verilib. Adi pəncərə şüşəsinin formulu bilirik ki, natrium 2O vurulsun kalsiyuma, vurulsun 6 molekul silisyum O2. Deməli, X natriumdur. Y gəlir, düşür onda kalsiyum. Bu bioloji şüşədir. Ümumi formulu yəqin ki, bu da kimyəvi və yaxud da çətinləyən şüş olacaq. Deməli, onda T olacaq. Kimyəvi və yaxud çətinləyən şüşənin formulu nədir? Kalium 2O vurulsun kalsiyuma, vurulsun 6 molekul silisyum O2. O birisi də bioloji şüşə. İndi ZO2-nin su ilə qarşılığı lakmusu qızardır. Z-i tapmamışıq. Z də yoldaşlar aydındır ki, silisyum. İndi ZO2 silisyum O2. Bu su ilə ümumiyyətlə reaksiya daxil olub turşu vermir. Turşu yəni vermir. Ona görə suda məhlul lakmusu burada qızarda bilməz. Bir yanlışdır, bir getdi, bir getdi. A kvars şüşədir, A çətinləyin və ya kimyəvi şüşədir. Kvars şüşəyə sadəcə silisyum O2 deyirik. 2 də səhvdir. 2 də səhvdir qalır. Bir dənə 33-cü sualda cavab A variantı. Davam edir 34-cü sualına görə bizə nə verilib? Deməli, kükürdün qatı nitratla bir reaksiyadan alınır H2SO4, üzərinə gəlsin NO2, üzərinə gəlsin su. NO2-ni burada verib. İndi omega 2 böyük omega 1-dən nəyin omegası? Hidrogeni. Yoldaşlar, birincidə hidrogen kütləsi 2 bölünsün 98, ikincidə 2 bölünsün 18. Aydındır ki, bu daha çoxdur. O da, deməli, bu omega 2-dir, deməli, bu da omega 1. Deməli, omega 2-yə uyğun gələn sudur. Omega 2-yə, onda Y olacaq H2O, bu olacaq H2SO4. İndi, hansı reaksiyalar getməz? Birinci, X nə tapdıq? Sulfat turşusu. Sulfat turşuda əsas oksigen reaksiya daxil olar. Y su. Yoldaşlar, mis 2 oksid su ilə reaksiya daxil olmur. Baxmayaraq ki, əsas oksid birinci, ikinci qrupun əsas yarım qrup elementi deyil. Ona görə su ilə reaksiya daxil olmaz. 2-ni götürəcəyik, biri çıxdıq, biri çıxdıq. 2, 3, 4 ilə 5-ə baxsaq, bəs 4 ilə 5. Y sudur. Yoldaşlar, su, mislə, pasiv metallar su ilə reaksiya daxil olmaz. Deməli, 4-ü də götürəcəyik. 34-cü sualda cavab qalır B variantı. Davam edir 35-ci sualdan. CH3COH turşusu ilə, yəni seçə turşusu ilə metil spirtin əmələ gətirdiyi mürəkkəb efirin müəyyən edin. Yoldaşlar, yəni spirtdən H, turşudan OH, alınır CH3, COOCH3. Metil asetat. Metil asetat 35-ci sualda düzgün cavab olacaq Y variantı. İndi isə gəlin baxaq 36-cı suala görə. 36-cı sualda bizə nə verib? Belirləyək. Deməli, verib ki, deməli, A qram H2X turşusunu tam neytrallaşdırmaq üçün bizə 400 qram 20% natrium hidroksid məhlulu deməli, sərf olunur. Turşunun molyar kütləsini bizdən hesablamağı soruşur. Gəlin görək yoldaşlar necə yaza bilərik. Aha. Deməli, necə yazaq? Heç gəlin baxaq onda görək. Deməli, A qram H2X. Bax, bir də burada bir şey var yoldaşlar, tam neytrallaşma. Yazırıq H2X üzərinə gəlinsin natrium OH. Yoldaşlar, tam neytrallaşma desəyiz, baxmayaq hələ ki, biz bilirik ki, H sayı OH sayına bərabər olmalıdır. 400 qram 20% natrium hidroksid məhlulu nə deməkdir yoldaşlar? Deməli, burada 80 qram natrium OH, onu da 40-a bölərəm, yəni 2 mol natrium hidroksid var. Deməli, mənə 2 mol natrium hidroksid isə, əgər mənim 2 mol, belə deyək, natrium hidroksidində 2 OH varsa, burada da 2 H varsa, elə burada tam neytrallaşma deməli 1-in 2-yə gedəcək. Aha, tam neytrallaşma deməli 1-in 2-yə gedəcək. İndi görə bizdən nə soruşur? Bax, A qram turşunun kütləsi, şərtə görə kütləsini verib A qram. Təpəsinə yazıram şərtə görə olan A qram. A qramı tam neytrallaşdırmaq üçün 400 qram 20% natrium OH məhlulu. Yəni, yoldaşlar, lap gəlin istəyirsiniz kütlə ilə gedək, yoxsa qramla. Yaxşı, gəl kütlə ilə gedək. A qramı nə qədər natrium hidroksiddir? 80 qram
natrium hidroksid isə, çünki bizdən turşunun maliyyə kütləsini soruşur da, yəni A qrama 80 qram natrium hidroksid isə, buradan turşunun maliyyə kütləsini bir x qram desəm, x qrama da 2 vurulsun 40 olar. Onda buradan x bərabərdir. A vurulsun 2 vurulsun 40 bölünsün 80. Burada bunlar yıxsa gedər. Deməli elə A-ya bərabərdir. Sualın düzgün cavabı 36-da eləyəcək A variantı. Bir dən baxım, nəyisə səhv yazmadım. Turşunun maliyyə kütləsini hesablayın A-ya 80 isə, bəli yoldaşlar, bəli bu şəkildə olacaq. Davam ediyor 37-ci sualla. Hansı duzun suda məhlulu mühiti qələvidir? Yoldaşlar, qələvi mühit olmaq üçün qüvvətli əsas üzərinə gəlinsin, zəif turşu olmalı. Neytral mühit, turş mühit, turş mühit, turş mühit. Cavab qalır 37-ci sualda görünəcək uzaq sual. D variantı. Natrium hidroksid qüvvətli əsas, karbonat turşusu isə yoldaşlar zəif turşudur. Bir də deyirəm, bu hidrolizdən düşmüş bir sualdır. Qüvvətli əsas zəif turşudan ibarət olan duzdur. Deməli, suda məhlul olacaq. Qüvvətli əsasi mühit olacaq. İndi davam edək. Elə bil bu 38-ci sual tanış gəlir. 400 qram kalsium karbonatının tam parçalanmasına alınan qaz 400 qram 40% natrium hidroksid məhlulu ilə tam reaksiya daxil olduqda hansı duzdan və neçə qram? Yoldaşlar, aydındır ki, bax, kalsium karbonatın parçalanmasına alınır kalsium oksid, üzərinə gəlinsin karbon qazı. Eləmi? Kalsium karbonat özü 100-dür. Gəlin molla işləyək. 100-ə 1 mol karbon qazıdırsa, 400-ə nə qədər karbon qazı olacaq? 4 mol deməli karbon qazı. Tapıram ki, buradan 4 mol karbon qazı. Elə molla işləyək də 4 mol karbon qazı ayrılır. İndi 4 mol karbon qazı 400 qram 40% natrium OH. Burada 400 qram 40% natrium OH-ı bir yenə hesablayaq. 400 qram 40% natrium OH 160 qram natrium OH demək. 160-ı da 40-a bölərəm natrium OH-ını verirəm. Nə qədər eləyəcək? 4 mol. Deməli, yoldaşlar, biz bu reaksiyada 4 mol natrium OH-la 4 mol karbon qazı reaksiya daxil olur. Yəni, bunlar birin birə reaksiya daxil olur, yoldaşlar. 4-ün 4-ə, yəni birin birə demək də. Biz də bilirik, bu reaksiyanı alınır natrium hidrokarbonat. Yoldaşlar, 1 molundan 1 mol reaksiya daxil olduqda, 1 mol natrium hidrokarbonat alınırsa, 4 molundan 4 mol reaksiya daxil olduqda, 4 mol natrium hidrokarbonat alınacaq. Ona görə bunlar deyil. Və 4 mol natrium hidrokarbonatın bizdən kütləsini soruşur. Natrium hidrokarbonat 84. 84 da vururam 4-ə, 16, 1 yadda 32, 33. Sualın düzgün cavabı 38-də eləyəcək variantı deyirəm də. Bu sual çox istəyir. Bu sual tanış sualdır. Əvvəlki qəbullarda var idi. Ya da sınaqlarda görmüşük. 39-cu suala baxaq. Deməli, cracking verilib. Yoldaşlar, C4H10 cracking eləyir. C2H6 ayrılırsa, deməli, bu reaksiyadır. Gəlin istəyirsiniz yazaq. Bu reaksiyadan deməli alınır onda X maddəsinə C2H6 getdisə C2H4 qaldı. İndi Y maddəsi olacaq C2H4-ün xlorla reaksiyasının olacaq C2H4 xlor 2. Bunun da üzərinə kalium hidroksidin yoldaşlar fikir verək, suda məhlulunu əlavə edirik. Axırıncı dərs zamanında dedik, suda məhluldur. Monohalogenli törəmə deyil, diqqətli olaq. Dihalogenli törəmələri kalium OH-ın suda məhluluna təsir edirsə, burada alınır 2 atomlu spirt. 39-cu sualda cavab eləyəcək C variantı. Davam edir 40-cı suala. Verilmiş duzun tipini və adını müəyyən edin. Yoldaşlar, hidro varsa bu necə? Hidrogen atomu varsa bu olacaq turş duz. Magnezium olacaq magnezium hidro orta fosfat. Magnezium hidro orta fosfat 40-cı sualda cavab A variantı. Gələk 41-ci suala. Görək bizə 41-də nə verib? İndi bunu siliblər. Yəqin ki, bu X-dir, bu Y-dir. Məncə başqa cür verməzdir. X üçün yoldaşlar. X-in 17 protonu var. Neytronu 18, 35 verib. Elektronuna 17 verib. Deməli, iyonu yükü məsələn olsun 0. Y-ə protonuna verib 20. Neytronu verib 20. Deməli, kütləsi 40-dır. Aha. Elektronu verib 18. Deməli, bu 2 müsbətdir. Sonra Z-ə baxaq. Z-ə protona verib 17, neytrona verib 20, olsun, deməli, neytrona verib 20, olsun 37 kütləsi, elektron nə qədər verib 18, deməli, iyonun yükü mənfi 1-dir, 1 mənfidir. Sonra T-yə bir dənə baxaq, deməli, protonuna verib 19, neytrona verib 20, deməli, 39-dur, çox güman kaliumdur.
19-dursa burada deməli 0-dır. İndi baxırıq yoldaşlar, görək bizə nə verib. 1. X və T neytral atomlardır. X və T neytral atomlardır. Bəli, çünki fikir verək, nüvənin yükü 0-dır. Deməli 1 doğrudur. 1 doğrudur. T-nin kütlə ədədi 39-dur. T-nin kütlə ədədi 39-dur. Bəli, həqiqətən buradan görürük. 1-2 olan variantlar 4 ilə 5-ə baxaq, heç ona 3-ə baxmağa ehtiyac yoxdur. Y kation, Z aniondur. Z bəli, mənfidirsə aniondur. Deməli 4 də doğrudur. Sualın düzgün cavabı 41-də eləyəcək A variantı. Çox rahat suallardır. 42-ci suala baxaq. Hansı halda hər iki birləşmə reaksiyası mümkündür? A olmaz yoldaşlar. Niyə? Çünki yod, karbon, oksigen, azot kükürtlə reaksiya daxil olmur, getdi. Yoldaşlar, silisium hidrogenlə reaksiya daxil olmaz, getdi. Natrium oksid su ilə verəcək natrium hidroksid, kükürt florla verəcək S-fluor6. Sualın düzgün cavabı 42-də eləyəcək C variantı. 43-cü sual. Hansı duzun termiki parçalanmasının həm əsasi, həm də turşu oksidi əmələ gəlir yoldaşlar? Gözümüzə görsənir. Mis 2 oksidin parçalanması istisnaydı. Alınır mis, yəni pasitivlərdən mis nitratın parçalanması, üzr istəyirəm, mis 2 nitratın parçalanması, aktiv metallardan da deməli litium nitratın parçalanması orta aktivlər kimi olurdu. Alınır mis 2 oksid, üzərinə gəlsin NO2, üzərinə gəlsin O2. Mis 2 oksid əsasi oksiddir, NO2 də turşu oksididir. Gör, həqiqətən rahat suallar oldu uşaqlar. Gələk 44-cü sual. Görək 44-cü sualı nə verir? Tək elektronların sayını tapmaq lazımdır yoldaşlar. Bunu da nə qədər danışmışıq. Xlorun həyəcanlanmış halda elektron formulu uyğun gələn oksidləşmə dərəcəsi. Fikir verək, 7 tək elektron var, deməli müsbət 7. Yoldaşlar, burada bax P-nin 4 elektron verir. P-nin 4 elektron 1, 2, 3, 4. Deməli 2 tək elektron buradadır, biri də burada. 2 tək elektron müsbət 3, müsbət 7, müsbət 3. Sualın düzgün cavabı 44-də eləyəcək A variantı. Gəlirik 45-ci suala. Qabda baş verən reaksiyadan ayrılan X qazının oksigen və su ilə reaksiyasından bu qədər nitrat turşusu almışdır. Yoldaşlar, X qazı aydındır ki, NO2 qazıdır. Çünki oksigen və su ilə NO2 reaksiya daxil olur. X maddəsini müəyyən edin və onun mol miqdarını hesablayın. Yoldaşlar, X maddəsi aydındır ki, NO2 qazıdır. İndi NO2 üzərinə gəlsin O2, üzərinə gəlsin su. Bu reaksiyanı biz bilirik ki, alınır HNO3. Bura bir 4 yazdıq, bura bir 2 yazdıq, burada bir 4 yazdıq. Görək, oksigenlər 12 düzəldimi? Deməli, 4, 8, 10, 12 düzəldi. İndi bizdən nə soruşur? 12,6 qram nitrat turşusu, 12,6 qram nitrat turşusu. Bu zaman onun molunu yazırıq. X moldur, 4-də də nitrat turşusu yoldaşlar 63-dür. Yoldaşlar, neyniyib? 2-yə vurub 10-a bölüb. 2-yə vur 8, 0,8. Nəyi səhv yazdıq? %12,6 qram nitrat turşusu alınmışdır. X maddəsi müəyyən eləyin. Yoldaşlar, diqqətli olaq. Mən nə yazıram? Burada 4-ü itirmişəm. 4-ə 4 vurulsun, deməli 63-dür. 4-ə 4 vurulsun 63. 4-ə bölüb, deməli, bunu neyini? Bax, 4-ə bölüb, 2-yə vurub 10-a bölüb. 4-ə bölsən 1, 2-yə vursan 2, 10-a bölsən də 0,2. Sualın düzgün cavabı 45-də eləyəcək C variantı. Bir dənə dəqiq kalkulyatorda bölüm. Məncə düz böldüm, amma yenə də baxaq. Bəli. 0,2. 46-cı sualla davam eləyək. Baxaq yoldaşlar, 46-cı suala. Eyni mol miqdarda götürülmüş CH4 və C3H4 tam yanmasına yazırıq. Oksigende yanır, alınır karbon qazı. Üzərinə gəlsin su. Deməli, hidrogen bura 1-2, bura 1-2. Üzərinə gəlsin oksigen, əmələ gəlir karbon qazı. Üzərinə gəlsin su. Karbona bura 1-3, hidrogenə bura 1-2, 6, 8, burada 1-4. İndi eyni mol miqdarda deyirsə yoldaşlar, hamısını ikisində bunu bir amol götürək, bunu da bir amol götürək. Cəmi bu qədər karbon qazı alınır. Yoldaşlar, A-sından amol, A-sından isə burada 3 amol karbon qazanılacaq. İstəyirsiniz gəlin molla işləyir. 440-ı 44-ə bölsək 10 mol deməli karbon qazanılır. Əmələ gələn karbon qazında nə qədərdir?
4-a qədər 4, A bərabərdir 10-a, A da bərabərdir 2,5-ə. İndi CH4 və C3H4-ün kütlələri cəmini qramla hesablayın. Yoldaşlar, deməli A-nı 2,5 mol. 2,5 vurulsun 16 üzərinə gəlinsin. 2,5 vurulsun C3H4 nə qədərdir? 40. Oradan da 2,5-i vuracaq, deməli 56-ya. O da bərabərdir. Nə qədər eləyəcək? 140. Sualın düzgün cavabı 46-da eləyəcək C variantı. Davam eləyək 47-ci sualla. Eylerven diaqramına əsasən uyğunluğu müəyyən edin. Etil siklobutan, etil siklobutan və metil siklobutan. Bəlkə bunu açaq. İndi baxaq yoldaşlar, görək bizə nə verir. Bir ədəd birlik karbon atomu var. Bir ədəd birlik karbon atomu var. Yoldaşlar, hər ikisində. O da budur. Birli karbon, birli karbon. İkili karbon, üçlü karbon, ikili karbon, ikili karbon, ikili karbon. Üçlü karbon, ikili, ikili, ikili. Bir ədəd birli karbon var. Deməli, 3-ə gəldi A. Bu getdi. Ay maşallah. Bir dənə C-yə baxaq. Yaxşı, 15 sigma rabitə var. Yoldaşlar, sigma rabitə atomların cəmi. Burada 1, 2, 3, 4, 5, 6. C6H. Deməli, C6H12 budur. C5H 10-da budur. İndi 15 sigma rabitə var heç birində. B heç birinə aid olmayacaq. B heç birinə aid deyil. Ona görə B variantı getdi. Y variantı getdi. Yoldaşlar, niyə? Çünki siklik karbohidrogenlərdə sigma atomların cəminə bərabərdir. İndi gəlin variantlara. C qalsın. Bir ədəd üçlü karbon atomu var. Bir ədəd üçlü karbon atomu var. Yoldaşlar, bir dənə fikir verir. Bax, bu da üçlü karbondur. Bax, bu. Rəngi dəyişim. Bax, üçlü karbondur. Bax, bu da üçlü karbondur. Deməli, onda D də hər ikisinə aiddir. 3-ə həm də gəlir D. 3-ə həm də gəlir D. Cavab 47 eləyəcək. D variantı. Vaxtdan səmərəli istifadə edin uşaqlar. Gəlin baxaq bu 48-ci suala. X plus Y alınır Z reaksiyasının tarazlıq anında qabda mollar cəmi bu olarsa 1 litrik qabda gedən reaksiya tarazlıq qiymətini hesablayın. Çox tanış bir sualdır. Məncə köhnə suallardandır bu. Gəlin yazaq. X plus Y alındı Z. Heç bir əmsalda yoxdur. Başlanğıc, sərf, yazırıq tarazlıq. Yoldaşlar, başlanğıc halda buna verib 8, buna verib 6. Bunun aydın ki, başlanğıcı yoxdur. 1 litrik qabdır, heç nə yazmayaq. Fikir verək, bunun 1 mol ilə 1 mol reaksiya daxil olur. Əgər A mol reaksiya daxil olsa, A mol bundan reaksiya daxil olur, A mol da bundan alınır. 8 minus A bundan qalar, 6 minus A bundan qalar, A da bundan əmələ gələr. Cəmi ona bərabərdir. Onda 8 minus A üzərinə gəlsin, 6 minus A üzərinə gəlinsin, A bərabərdir 10-a. Buradan bu A'lar gedər. Deməli, mənfi A bərabərdir, mənfi 4-ə, A da bərabər 4-ə. Deməli, tarazlıq anda bundan 4 qalar, bundan 2 qalar, bundan da 4 qalar. Söhbət moldan gedir. İndi bizdən həcmi də verib qatlığını tapmaq lazım. Onsa 1 litr verdiyinə görə hər birini 1-ə bölsə, yenə 4 burada eləyər, 2 burada eləyər, 4 də burada eləyər. Bizdən tarazlıq sabiti. K tarazlıq bərabər Z-in tarazlıq qatlığı bölünsün, X vurulsun Y. Hər bir əmsalda 1 olduğuna görə heç nə yazmırıq. 4 ilə bunlar yıxsa gedər, cavab eləyər 0,5. 48-də cavab Y variantı. Bu 49-cu sualda məncə təkrar sualdır. Var. Əvvəlki sınaq qəbulların birində 100% var. Hər 3 qabda 200 qram 16% mis 2 sulfat. 200 qram 16% mis 2 sulfat. Bununla bir xısa gedir. 32 qram deməli mis 2 sulfat var. Məhlul olduğunu nəzərə alıb, mis 2 sulfat məhlul metal lövhəsinin tam reaksiyası zamanı alınan misin kütlələri cəmini qramla hesablayın. İndi gəl baxaq. Yoldaşlar, birinci qabda dəmir üzərinə gəlsin mis SO4. Bu reaksiya gedəcək, çünki dəmir misi sıxışdırıb çıxarır. Alınır dəmir. Elə bil, orada cavab 12.8 idi o köhnədə. 6.4, 6.4 alınır. Tanış sualdır deyir, amma görə indi buradan olacaq. Dəmir SO4 üzərinə gəlsin mis.
Aydındır ki, mis 2 sulfat 160-dır. 160 ilə 64-dürsə, 32 ilə eləyəcək x. X buradan bərabərdir. 5-ə böləndə 64-ü 5-ə bölsək, 64-ü böl 5-ə, bir dəfə 5, 5, 14-ün içərisində 2 dəfə 12,8. Yox, eləmədi. 12,8 qram buradan alındı. İndi ikinci qaba baxaq. Gümüş üzərinə gəlsin mis SO4. Yoldaşlar, aydındır ki, bu reaksiya getməz. Çünki gümüş misi sıxışdırıb çıxarda bilməz. Amma axırıncı reaksiya gedər. Sink üzərinə gəlsin mis SO4. Bu reaksiyanın alınacaq sink SO4 üzərinə gəlsin mis. Sink SO4 üzərinə gəlsin mis. Deməli, 160 ilə 64-dürsə, mis 2 sulfatı 32 tapmışdıq. 32-yə deyiləcək bir y. Buradan y bərabərdir, yenə 12,8 və bizdən bunların kütlələr cəmi. Bəli, yoldaşlar, bu təkrar sualdır. Dəqiq deyirəm, təkrar sualdır. Cavab eləyəcək 25,6. O birisində 6,4 alınırdı, 12,8 idi cavab. Ya 2021-in, ya 2022-nin sınaq sualıdır. Belə. Davam edir yoldaşlar 50-ci sualla. Görək 50-ci sualda bizə nə verib? Hər hansı bir alkendir. İndi burada n verdiyinə görə gəlin biz x-nə yazaq. CX H2x. Molekulda hidrogen atomlarının sayı 2n-2 bərabərdir. Hidrogen nə qədərdir yoldaşlar? 2x. Vay vay vay. Buradan x verib indi. Biz karbon atomlarının sayını tapmalıyıq da. Gəl belə yazaq. Bunu x-lə yazmayaq. Məsələn, A ilə yazaq. CaH2A. İndi hidrogen atomlarının sayını verib, 2n-2. 2A bərabərdir 2n-2-yə. Bizdən karbon atomlarının sayını, bizdən yoldaşlar nəyə soruşur? Karbon atomlarının sayı. Karbon atomlarda A-dır. Fikir verək, A-dır. Hər tərəfi, yəni A-nı tapmaq lazımdır. Hər tərəfi 2-yə bölsək, A bərabərdir n-1. Sualın düzgün cavabı 50-də eləyəcək Y variantı. Gələk 51-ci suala. Hansı reaksiyadan spirt alınır? Birinci reaksiya nədir yoldaşlar? Toluolun oksidləşməsindən alınacaq benzoid turşusu. Bu spirt deyil, aromatik turşudur. Getdi. Kalsium karbidin su ilə reaksiyasına alınır kalsium hidroksid, üzərinə gəlinsin asetilen qazı CH2. Bəli, cavab 51-də eləyəcək C variantı. Asetilen üzərinə gəlinsin su. Turşmuydu. Yazıram HOH. Hidrogen tutaq gəlsin bu karbona, OH da gəlsin bu karbona, etil spirt alınır da uşaqlar. CH3, CH2, OH. 51-də düzgün cavab olacaq C variantı. Ekran kaydına baxaq, ekran kaydı gedir. 52-ci suala baxaq. Yazırıq, mis üzərinə gəlsin HNO3, aydındır ki, durudu, alınır mis NO3 2 dəfə, üzərinə gəlsin NO, üzərinə gəlsin su. Deməli, mis 0-dan mis müsbət 2-yə gedib, minus 2 elektron, azot müsbət 5-dən azot müsbət 2-yə gəlib, üzərinə gəlsin 3 elektron. Misə 3, azota 2. Misə 3, azota 2 yazdıq, misə 3 yazdıq. Azot nə qədər edir yoldaşlar? 6. Buraya yazırıq 8. Onda burada 4-də, suya da düşür 4. Bunları yazdıqdan sonra, indi baxaq. Deyir ki, reaksiyasında oksidləşdiricinin 1 molu reduksiya olmuşsa. Yoldaşlar, bir dənə fikir verək. Azot bir müsbət 5-dən azot gəlib müsbət neçəyə? 2-yə. Müsbət 5-dən müsbət 2-yə deməli oksidləşdiricidir, proses reduksiya prosesidir. 8-in ikisi reduksiya olunub reaksiyanın özünə görə. Neçə qram su alınır? Bax, ikisi reduksiya olunanda 4 vurulsun 18 qram su alınırsa, biri reduksiya olunanda nə qədər su alınır? X. X da buradan bərabərdir. 4 vurulsun 18 bölünsün 2. Buradan 1, buradan 2. Cavab eləyər 36 qram. Sualın düzgün cavabı 52-də eləyəcək D variantı. Çox rahat suallardır. Yəni, birinci qrupa görə, birinci qrup nədir? Birinci qəbula görə çox rahat suallardır. İndi baxaq yoldaşlar, bizə nə verib? Deməli, H2SO4 məhluludur. H2SO4 məhlulun kütləsi 49 qram, artıq nida barium kloridlə reaksiyasına alınan söküntünün kütləsini bu qədər. Reaksiyamızı yazaq, reaksiyanı yazmadan bir şey deyə bilmərik. Barium xlor 2 üzərinə gəlsin H2SO4. Duzla turşu vaxt reaksiya girək, hər iki suda yox.
turşu duzu sıxışdırıb çıxarda bilsin. Buradan alınacaq barium SO4 üzərinə gəlsin xlorid turşusu. Bura 1-2 düşür. İndi yoldaşlar, çöküntümüz də aydındır ki, budur. İndi bay yoldaşlar, artıq miqdar barium xlorid bizə verib. Nə qədər, yox, artıq miqdar barium xlorid reaksiyasına alınan çöküntü. Çöküntü əslində nə qədər alınıb? 23,3. Yazıram, 23,3 qram çöküntü alınan zaman. Bu çöküntü nədən alınır? Sulfat turşusu. Yazıram, x qram sulfat turşusu reaksiya daxil olursa, reaksiyanın özünə görə 98-ə də barium sulfat 233-dür. Deməli, yoldaşlar, bu reaksiyaya daxil olan sulfat turşusunun biz buradan kütləsini 233-ü 10-a bölüb. 10-a bölüb 9,8. Deməli, tapırıq ki, burada 9,8 qram H2SO4 var imiş. 9,8 qram. Başlanğıc məhlulunda bax, məhlulumun kütləsi 49 qramdır. 9,8-i bölürəm. Bizdən sulfatın kütlə payını soruşur. 49-a vururam 100-ə. Bunun 10-la bu getsin. Burada qalsın 1, burada qalsın 2. Onda sualın düzgün cavab eləyəcək 20. 4-cü qrupa görə çox rahat suallardır. 20. 20 eləyəcək yəqin ki. Gələk 54-cü suala. Baxaq. Yoldaşlar, formulu təyin eləmək lazımdır. Burada görək 54-cü sualda nə verib? Deməli, C4H9NH, C3H7NH molekulunda 5 ədəd metil qrupu olan amin üçün, molekulunda 5 ədəd metil qrupu olan amin üçün hansı ifadələr doğrudur? Yoldaşlar, biz yəni burada özümüzdən bəlkə variantları düzəldək. Necə düzəldək? 5 ədəd metil qrupu deyirsə, məsələn, bunu izopropil kimi atsam, 2 dənə metil qrupu burada olar. Bax, bir dənə NH3. Bunu izopropil kimi açdım, CH3, CH2. İzopropil kimi bunu açıram. Gəl bunun rəngini dəyişək istəyirsiniz. NH. Bax, bir dənə fikir verin, izopropil kimi bunu açıram. 5 metil qrupunun ikisini izopropildədir. Onda üçünü də bura yazmaq üçün, yoldaşlar, onda bunu neçəli karbon kimi açaq? Üçlü butil kimi aça bilərik də. Bəli. Üçlü butil kimi açaq. Bir dənə bax. CH3, CH3. Vəsiyo, formulu düzəltdik. CH3. Həqiqətən 1, 2, 3, 4, 5. Burada 5 dənə deməli metil qrupu var. İndi görək bizdən nə soruşur. İfadələr doğrudur. Adı izopropil üçlü butil amindir. Bəli, yoldaşlar, amin qrupunu dairəyə aldıq. Kiçik radikaldan başlayırıq. İzopropil üçlü butil amin. Deməli, biri 1-dir. Molekulunda bir ədəd dörtlü karbon atomu var. Yoldaşlar, burada dörtlü karbon yoxdur. Bu üçlü karbondur. Çünki bu karbonun hər hansı bir karbona birləşən 3 dənə qolu var. Bu da ikili karbondur. Ona görə yanlışdır. Molekulunda bir ədəd ikili karbon atomu var. Bəli, yoldaşlar. Bax, bu karbon atomu ikili karbon atomudur. Deməli, 3 də doğrudur. Molekulunda 2 ədəd üçlü karbon atomu var. Yanlışdır, yoldaşlar. Molekulunda bircə dənə üçlü karbon atomu var. 4 də yanlışdır. Molekulunda metilin CH2 qrupu yoxdur. Bəli, yoldaşlar. Həqiqətən burada metin qrupu var. Bax, amma CH2 qrupu, metilin qrupu yoxdur. CH3 var, CH var, C var. Olur 1, 3, 5. Qəşəng suallardır. Davam edək 55-ci sualına. Görək 55-ci sualda. Bu da tanış bir sualdır. 55-ci sual. Bərabər mol miqdarda götürülmüş butadiyen 1,3 və stroldan alınan 2 dəqiqə gözləyin. Davam edək uşaqlar. Deməli, bərabər mol miqdarda götürülmüş butadiyen 1,3. Uşaqlar, aydındır ki, butadiyen 1,3-dürsə, birbaşa yazaq, yoxsa yox. C4, butadiyen 1,3, C4H6 üzərinə gəlinsin, stirol C8H8. Aydındır ki, buradan alınacaq polimer. Bircə yazıram polimer. Yəni, heç bir dəyişiklik baş vermir. Yoldaşlar, bərabər mol miqdarda verib. Gəlin bir dənə polimerin öz kütləsinə baxaq. Polimerin öz kütləsi nə qədərdir? 104. Polimerin öz kütləsi 104 deyil, üzr istəyirəm. Stirolun öz kütləsi 104-dür. 54 budur, 104 budur. Onda polimerin kütləsi nə qədər edir? Polimerin kütləsi nə qədər edir? 208. Yəni, yoldaşlar, biz bunları 1 mol götürdükdə 208 qram alınır. Amma bizə verib ki, 316 polimer verib 316. Deməli, 2 mol bundan götürülüb, 2 mol da bundan götürülüb. İndi bizdən nəyi soruşur? Stirolu soruşur. Stirolun 2 molunu götürəcəyik. 2-ni vuracağıq, stirolun kütləsi 104-ə. Bax buna.
O da eləyəcək 208. Bu da təkrar sualdır. Əvvəl sınaqlarda işlənilmiş sualdır. Topulda olan bir sualdır. Davam edək buna. Etilen və asetilindən ibarət qaz qarışımı 12 mol tam hidrogenləşməsində etilen və asetilin yazıram. Etilen C2H4, asetilen C2H2. Hidrogenləşmə deyirsə, üzərinə gəlsin H2, üzərinə gəlsin və tam hidrogenləşmə deyir yoldaşlar. Fikir verək. Buna bir X mol hidrogen deyərəm, buna bir Y mol hidrogen deyərəm. X plus Y bərabərdir 12 mol. Hidrogenləşməsindən 20 mol hidrogen sərf olunur. Yoldaşlar, bunun birinə 1 molsa X-nə X, birinə 2 isə Y-nə də 2Y qədər sərf olunacaq. X plus Y bərabərdir elədi 20. İndi X-lardan X-lar Y bərabərdir 8-ə, onda X bərabərdir 4-ə. İlkin qaz qarışığında neçə mol asetilin? İlkin qaz qarışığında neçə mol asetilin olmuşdur? Asetilin nədir yoldaşlar? Deməli, ilkin qaz qarışığında neçə mol asetilin olmuşdur? Asetilin X, Y soruşur da bizdən 8. Həqiqətən rahat suallar deyil. 4-cü qrupa belə gözləməzdim. İndi situasiyaya gələk əsas. Bəlkə situasiyası çətindir, amma belə asan sual oxşur. Baxaq. Molekulunda 12 polimer kovalent rabitə olan alkan. Yoldaşlar, alkanlarda, yəni C-nin H2-nin topla 2. Polimer kovalent rabitələr nədir yoldaşlar? Yəni karbon hidrogen arası olan rabitələrdir. O da aydındır ki, 2-nin topla 2-yə bərabərdir. 2-nin topla 2 bərabərdir 12-yə, 2-nin bərabərdir 10-a, deməli n bərabərdir 5-ə. Pentan C5H12. İndi sigma rabitələrin, yoldaşlar, sigma rabitələri necə hesablanır? Atomların cəmindən 1 çıxırıq. 17, 16. 1-ə gəlir 10-da C, 2-yə hibrid orbitalları alkanlarda 4-dən. 4 dəfə 5 eləyəcək 20. 2-yə gəlir B, 3-ə isə gəlir qeyri-polimer kovalent rabitə yoldaşlar. Qeyri-polimer kovalent nədir? Karbon, karbon. Yəni M-1, o da bərabərdir 5-1, o da eləyəcək 4. D variantı. Bu da 5 dəqiqəlik, heç 5 dəqiqə çəkmədi, 3 dəqiqəlik bir sual. İndi isə gələk situasiyalara baxaq. Davam edir uşaqlar situasiya suallarından. Deməli, bizə nə verib? Aha. Argent menoitu doymamış məhlullar aşağıdakı sxemlər üzrə hazırlanır. Baxaq. Deməli, birinci məhluldan ikinci məhlul alınır. X qram B faizli məhlul, 3x qram 20 faizli məhlul. Bu birinci məhluldur. Bu üçüncü məhlul. Rəngimizi dəyişək. Birinci məhlula su əlavə edildikdə məhluldakı suyun kütləsi n dəfə artır. Uşaqlar, biz burada işləyək. Deməli, birinci məhlul, üçüncü məhlul. Gəlin verilənlərlə işləyək bir dənə. İkinci məhlula bir dənə baxaq. İkinci məhlul. İkinci məhlulda 3x qram 20 faizi. 3x-in 20 faizini bir dənə hesablayaq. Nə qədər eləyəcək uşaqlar? Burada bundan bir qısa gedər. 0,6x həll olan. Əgər ümumi 3x-dırsa, bunun 0,6-sı həll olursa 3x məhlulumun. 3x-dan 0,6x çıxdıqda 2,4x də deməli olur mənim həll edicim, yəni su. Bunu belə bir şey alaq. Sonra indi yoldaşlar, indi bir dənə fikir verək. Birinci məhluldan ikinci məhlul alınan zaman həll olanın kütləsi dəyişmir. Çünki bura yalnız nə əlavə olunur, fikir ver? Su. Deməli, mənim elə ikinci məhlulumda əgər 0,6x həll olan varsa, elə deməli, birincidə də 0,6x həll olan var imiş. 0,6x həll olan var imiş. Əgər birinci ümumilikdə x-dırsa, söhbət gedir indi birinci məhluldan. Birinci məhlul ümumilikdə x-dırsa, bu x-in 0,6x-i həll olandırsa, 0,4x olacaq. Nə? 0,4x olacaq, həll edici. İndi bunu mötəriziyalaq. Bizə nə soruşur, hələ ki gedirik, heç bilmirəm. N-M nədir? Artımlar. Olsun, hələ ki bunları tapaq. 0,6x da deməli həll olan. Bu birinci məhlul. İndi gəlin o bir məhlula baxaq. İndi yoldaşlar, bax bu məhlul eyni qaydanı burada tətbiq eləyək. Dördüncü məhlul. Dördüncü məhlul 2x qram 30 faizli. Ümumi 2x-dir. 2x-i vururam 30-a, bölürəm 100-ə. Yenə 0,6x oldu mənim həll olanım. Amma ümumi 2x-dir. 2x-dan çıxıram 0,6x, deməli eləyəcək
1,4x olur mənim həll edicim. Bunu belə dairiyalaq. 1,4x olur mənim həll edicim. Yenə yoldaşlar, fikir verin, buraya əlavə edir su. Yenə su əlavə olunursa həll olanı dəyişmir. Onda deməli başlanğıcda, yəni neçənci məhlulda, üçüncü məhlulda əgər başlanğıcda x məhlul idisə, bu x məhlulun 1,4 mi eləyir? X məhlulun 0,6-sı həll olandısa, x-dən 0,6x çıxıram, 0,4x-də deməli burada həll edici var imiş. Yəni 0,6x də bunun həll olanıdır. Günümüz riyaziyyatlandır. İndi baxaq. İndi birinci məhlula su əlavə edildikdə suyun kütləsi n dəfə artır. Birdən nə alınır? Birdən 2 alınır. Birdən 2 alınır. Onda su nədir? Bizim həll edicimiz. Həll edici nə qədərdir? 2,4x. 2,4x bölünsün. Burada həll edici nə qədərdir? 0,4x. O da bərabərdir nəyə? N-ə. O da bərabərdir 2,4-ü 0,4-ə böldükdə n elədi 6. N elədi 6. Deməli, birincidə cavab 6. İkincidə m. İndi m nədir? Üçüncü məhlula su əlavə elədikdə 3-dən 4 alınır. Bax, üçüncü məhluldan dördüncü məhlula alınır. Nə əlavə elədikdə su. Yəni yenə həll edicini böləcəyik. Deməli, dördüncü məhlulda həll edici nə qədərdir? 1,4x. 1,4x bölünsün. Üçüncü məhlulda həll edicim nə qədərdir? Həll edicim 0,4x. Bax, budur. 0,4x, 0,4x. O da bərabərdir. 1,4-ü 0,4-ə bölək. 0,35. Deməli, 0,35 də oldu bunun cavabı. Yox, 0,35 niyə? 3,5. Mən bu niyə 0,35 aldım? 3,5. Hava nəticəsidir. Sonra nə verir? A-nı tapın. A nədir? İkinci və dördüncü məhlullar qarışdırıldıqda, yəni bax bu ikisi qarışdırıldıqda, burada da m1 omega 1 üzərinə gəlsin m2 omega 2 bərabərdir m1 plus m2 vurulsun omega sonunu hesablayaq. 3 vurulsun 20 üzərinə gəlsin 2x vurulsun 30 bərabərdir 5x vurulsun a-ya. A bərabər 5-a bərabərdir 60-60 120-ya x-ları hər tərəfdən böldüm da. Onda buradan A da bərabər 5 dəfə 2, 10, 24. A-nın da cavabını tapırıq 24. Deməli, yoldaşlar, N 6, M 3,5, sonra A da 24. Cavab fərəqində verilən cədvəli tamamlayın. Yoldaşlar, sözün açıq burada cavab fərəqi yoxdur, amma uşaqlardan mən soruşdum, orada dedilər, müəllim, reaksiya verilmişdi. Bir də məsələ verilmiş. Şimdi biz öz xülyamızla yazaq. Bir dənə bunu nə qədər tapdıq. Təxmini rəqəmlər yadınızda qaldı, yoxsa yox? Bir dənə baxarıq. Sual verəm, elə bilirəm, dərsdə uşaqlar var. 59-cu suala baxaq. Dedilər reaksiya. Reaksiya da budur, yoldaşlar. Deyir, alınmış 24%-li gümüş bir nitrat məhlulu argentium NO3. 0,3 mol natri xlorla reaksiya daxil olur. Biz bilirik bu reaksiyanın yoldaşlarına alınacaq. Duzla duzu vaxt reaksiya girər ki, hər iki suda həll olsun, nəticədə çöküntü alınsın. Burada gümüş bir xlorid çöküntüsü alınacaq. Üzərinə gəlsin natrium NO3. İndi deyir bir cədvəli vermişdilər. Bir də məsələymiş. İndi məsələni də nəyə görə bilmirəm, nəyə görə vermiş ola bilər. Yəni yəqin ki 0,3 mol natri xlorla reaksiya daxil olan gümüş bir nitrat məhlulunu soruşar yəqin ki. Məsələn, 0,3 mol, 1 mol natri xlorla nə qədər gümüş bir nitrat, 170 qram gümüş bir nitrat reaksiya daxil olursa, 0,3-dən məsələn yazar bir x qram gümüş bir nitrat yazır. Bu da bərabər 170-i vururuq 10-da 3-ə. Nə qədər eləyir? 51. Yəqin ki 51 qram gümüş bir nitrat. İndi tam reaksiya daxil olur. Daxil oldu hər iki duz tam sərf olunur. Aha. Deməli, onda bu 51 qram gümüş bir nitratın 24%, yəqin orada ümumi məhlul soruşulmuş. Məsələn, bir y qram məhlula da bir 100% deyib hesablaya bilərsiniz. Dəqiq bilmirəm. Məsələ dəqiq yadlarında qalmır. Ona görə mən də dəqiq bilmirəm. Təxmini dedim ki, belə bir şey ola bilər. İndi 60-cı suala baxaq.
reaksiya zamanı məhlulda olan, yəqin ki, məhlulda qalan nəzərdə tutulur, xlor və natrium ionlarının mol miqdarını dəyişmə qrafiki. Yoldaşlar, xlor və natrium ionları nədən əmələ gəlir? Natrium xlorla. Elə natrium müsbət üzərinə gəlsin, xlor mənfi. Əgər natrium xlor 0,3-dürsə, deməli 0,3 bundandır, 0,3 bundandır. İndi gəlin baxaq. Həm xlor, indi amma bir şey də var yoldaşlar. Gümüş bir nitrat məhlulu ilə natrium xlor məhluluna reaksiya daxil olduqda və yuxarıda belə bir şərt var. Hər iki duz tam reaksiya daxil olur. Deməli 0,3 mol natrium xlor tamamilə sərf olunur. Onda burada alınacaq deməli natrium nitrat 0,3 mol natrium nitrat üzərinə gəlsin, 0,3 mol natrium nitrat üzərinə gəlsin gümüş bir xlorid çöküntüsü. 0,3 mol gümüş bir xlorid. Eləmi? İndi yoldaşlar, reaksiya zamanı bir dənə fikir verək. Əgər çöküntü varsa, çöküntünün tərkibinə daxil olan ion sıfıra düşür. Bir dənə baxaq, xlor mənfi ionların miqdarına baxın, xlor mənfi ionları. Əvvəlcə bizim əlimizdə 0,3 mol natrium var idi. Yəni 0,3 mol xlor mənfi ionları var idi. Onun 0,3'ün hamısı da çöküntünün tərkibinə keçdi. Yəni 0,3'dən çökdü. Bax, bu şəkildə zaman keçdikcə nü. Amma indi natrium müsbət ionlarına baxaq. Natrium müsbət ionlarının nü natrium müsbət ionlarının olsa fikir verək. Natrium ionu müsbət 3 idi. Müsbət 3-də çöküntünün suda həll olan maddədir natrium nitrat. Natrium müsbət NO3 mənfi alınır. 0,3-də 0,3 bundan olacaq, 0,3 bundan olacaq. Deməli, natrium ionlarının sayı dəyişmir. Elə 0,3 olaraq da qalır. Belə, maraqlı bir situasiya idi. Ümumiyyətlə, ikinci qəbul məncə rahat suallar düşüb uşaqlar.